Herkese salam kızlar, kanalıma hamınız xoş gəlmisiniz. Bugün fərqli bir video ilə qarşınızdayım. Deyəsən, səhv eləmirəmsə, mənim kamera qarşısında oturub sual-cavab tipli çəkdiyim bir video olmuyor bugünə qədər, səhv eləmirəmsə. Bu dəfə istədim ki, sizdən bir post paylaşdım və orada sizin mənə vermək istədiyiniz sualları ora toplamağınızı istədim. Çünki mənə çox suallar gəlir hər videonun altına. Ona görə də dedim ki, siz suallarınızı yazın. Mən bir videoda daha rahat bir şəkildə sizə onların hamısını cavablayacağım. Və sonunda gəlib bu videonu axır ki çəkə bildim. İnas araya yeni girdim. Bir çox video fikirləri çıxacaq, yəni kontentlər çıxdı ortaya. Ona görə də bu videonu axır ki indi gəlib çəkə bildim. Ümid edirəm ki, sizi çox gözlətməmişəm, amma indi hamısını cavablayacağam. Bu arada Səbun telefonu götürmüşəm öz telefonumdan, çünki videonu çəkirəm. Deməli, heç vaxt itirmədən birinci sualdan başlayıram, çünki belə göstərim. Çox suallar gəlib və bunların hamısını cavablamaq lazımdır. Birinci sualla başlayıram. Elə burada nə çıxırsa, kim çıxırsa ondan. Mova 13 yazıb ki, İngilis dili haqqında danışardınızda siz necə öyrənirsiniz? Lüğət, qrammatika yoxsa sadəcə speaking? İngilis dili kursum başdan başlayaq. Mən əvvəl rus dili kursuna getmişəm. Sekret Akademiyada, Jale Plazada 2-ci mərtəbədə yerləşir və çox bəyənmişdim oranın, yəni tədrisini, təhsilini. Ondan sonra onların nömrələri mənim WhatsApp-ımda olduğu üçün gördüm ki, onlar bir kampaniya başladıblar. Belə ki, kampaniya belə idi ki, 3 ay ödəniş edirsiniz, 3 ay isə sizə hədiyyə olunur. Yəni 6 aylıq kursun sadəcə yarı qiymətlə ödəyirsiniz. Belə, mən də dedim ki, nədən olmasın? Özüm də onsuz da evdəyəm, adıyla məşğul idim və çoxdan da dil öyrənmək istədim. Yəni bu 1 illik, 2 il hətta olacaq ki, evdəyəm, işləmirəm. Bundan əvvəlki həyatımda həmişə işləmişəm. Dedim ki, heç olmasa işə geri qaydanda bir şey eləmiş olum da, yəni öz həyatımda bir dəyişiklik eləmiş olum. Ona görə də dil kursuna başlamağa qərar verdim. Və Sekret Akademiyada həmişə mənə çox soruşulur. Jale Plazada da Instagram səhifələri də var. Orada mən kursa başladım ingilis dili. Amma mən gedəndə də bildirdim ki, mən qrammatika istəmirəm. Çünki dərsdə də, məktəbdə də, universitetdə də ingilis dərsi keçmişəm. İngilis dilinin hazırlığına da getmişəm və yetərincə mən qrammatika bilirəm. Və mən danışıq istəyirdim. Yəni mənimlə danışılsın və mənim dinləmə qabiliyyətim, başa düşmə qabiliyyətim artsın istəyirdim, bildirdim. Onlar da yəni sizin istəyinizə bağlı olaraq bunu yəni sizə verirlər. Lazım olanda, hansı ki cümlə quranda əgər unutduğum bir şeylər varsa, onları təbii ki müəlliməm yadıma salır, qrammatikasını da keçir, belə olur yəni. İkinci suala keçirik. Məcidova yazıb ki, Teymur Trendyol ilə əməkdaşlıq necə olur? Bu haqda danışardınız da. Çox qəşəng sualdır. Çünki Trendyolla bağlı mənə çox sual gəlir. Biz Teymur ilə əməkdaşlıq etmirəm. Trendyolla əməkdaşlıq edirəm. Yəni bir ajansla iş birliyi edirik. Bu isə necə oldu? Onu sizə bildirim. Deməli, mənim bir dənə qrup yoldaşım var. O hal-hazırda futblogerdir. Ondan mən soruşdum ki, gördüm ki, Trendyoldan linklər paylaşır. Mən də ondan soruşdum ki, bu linklərdə necə pul qazanılır? Ümumiyyətlə necə olur bu işlər? O da mənə baş saldı ki, bəs ajansa qeyd olmalısan. O da mənə götürdü bir ajansın nömrəsini verdi. Mən ora qeyd oldum. Ad çəkməyəcəm, çünki o ajansın işlətməsini heç bəyənmədim. Çünki mən sualımı verirdim, mənə yəni cavab vermirdi. Sonra Elnardan soruşanda Elnar dedi ki, yəni özü məndə qarşı da belədir, yəni. Bəlkə də çox işi var, amma ki yeni işə girmiş biri olaraq, yəni mən çox sualım var idi. Linki necə paylaşmaq lazımdır? Çünki orada biraz qəlizdir. Trendyol dəyişir elə bir ki, əməkdaşlıq edəndə normal standart girişdən fərqli olur. Orada brend tekstləri olur, təklif olunan linklər olur, influencer mərkəzi olur. Yəni ki, çox şey var və mən başım çox qarışdı. Çünki heç vaxt bu işdə olmamışdım. Və normal olaraq da suallarımı bildirirdim. Amma suallarımın qarşılığını çox gec alırdım. İnsanlar bilsiz bir də hansı ərəfəyə düşdü? Oktyabrın sonu, noyabrın əvvəlinə və noyabr ayında dəhşətli dərəcədə bu Black Friday-lər olsun, endirim günləri olsun başladı və insanlar durmadan, yəni link paylaşırdı. Mən geri qaldığımı düşünürdüm ki, yəni mən paylaşa bilməm, çünki mən başım çıxmır. Mən link qoya bilərəm, amma mən bilmirəm ki, o linkdən necə qazanılır, nə etməliyəm başqa. Yəni bunları bilmirdim. Ondan sonra o bəyənmədim. Sonra Aykanın bir videosunda Ayşə xanımla işbirliyi elədiyini gördüm. 1 ilə yaxındır. Mən də axtardım, tapa bilmədim. Mən də dedim ki, onu tapanda, Ayşə xanımı tapanda mən bu ajansdan çıxacağam.
Amma təbii ki də tapa bilmədim. Amma necə oldusa, bir gün belə evdəydim, bir də gördüm ki, mən Ayşə xanımı axtararkən Ayşə xanım mənə dostluq atıb. Mən də gördüm ki, mənim aradığım insan, çünki Aykanın bir dənə vloqunda o xanım, yəni videoya düşmüşdü və mən üzünü tanıyırdım artıq kimdir. Zaten Instagramını tapmırdım, çünki o qədər də çox kütləsi yox idi. Hətta siz məndə Ayşə xanımın videosunu görmüsünüz. Şəhərdə kofe içməyə getmişdi, iş danışmaq. Orada mən Ayşə xanımı paylaşmışdım əslində. Neysə, Ayşə xanıma da mən bildirdim ki, bəs mən ajansımı dəyişmək istəyirəm, sizdən işləmək istəyirəm. Onlar da bildirdi ki, siz mail olaraq oradan çıxmaq istədiyinizi Trendyol'a bildirəcəksiniz. Bir ay ərzində çıxacaqsınız. Ondan sonra hansı ajansa qeyd olmaq istəsəz, olacaqsınız. Mən də başvurumu elədim. Bir ay daha o ajansda qaldım. Yenə də mən ısrarla, yəni suallarımı verməyə davam edirdim. Yəni ki, birdən cavab verər, geri qalmayım deyə. Amma təəssüf ki, yenə də eyni şeylər. Mən kesinləşdirmişdim ki, yəni o ajansın işləməyəcəm də. Ondan sonra keçdim Ayşə xanımın ajansına. Ayşə xanıma da o qədər çox sevirəm ki, çünki 7-24 xanıma nə vaxt yazsa cavab verir. Düzgün deyil 7-24, çünki onun da iş saatları var, 6 bazar evdədir, bu elə eləməmək lazımdır. Amma mən biraz Adeldən sonra saat şeyimi itirmişəm. Yəni bilərək yox, bəzən gördüm ki, mən istəməyərək məsələn 10-da 11-də yazmışam və mənə geri dönüş eləyib. Bu bilirsiniz necədir? 4-5 gün cavab almaya bildiyi üçün çox gözəl bir şeydir də, yəni. Saatlarıma da diqqət etməyə başladım, çünki ana olanlar mənə bilər ki, saat limiti yoxdur. Adel nə vaxt oyaq olsa oyaq, nə vaxt yatsa yatırıb. Neysə, Ayşə xanım başladı. Sonra dedi ki, görüşək, mən sizə daha yaxşı, ətraflı başa salım. Çünki düz deyir, üz-üzə danışmaqla WhatsApp-dan danışmaq arasında çox fərq vardı. Biz də görüşdüyü videoda da göstərdim. Yəni mənim ilk dəfə Ayşə xanımla görüşüm idi və Trendyol'a gedim. Trendyol'da isə ajansa qeyd olmaq üçün belə deyək, nə etməlisiniz? Trendyol'la ümumiyyətlə ajansla iş birliyi etmək üçün sizin ən azı 10.000 takipçiniz olmalıdır. Yəni Instagramda 10.000-dən yuxarı takipçiniz olmalıdır. Reels videolarınız 10.000-dən çox izlənməlidir. Bundan sonra Trendyol ajanslarına başvurursunuz və onlar sizin səhifəniz, orada Instagramınız varsa, Twitter, YouTube, hər şeyinizi yazırsınız və onlar əgər qəbul edirlərsə siz işə başlayırsınız. Yəni bildirilir ki, qəbul oldunuz. Orada hər şeyi yəni öyrədirlər, link paylaşırsınız. O alınan linkdən faizlə siz də qazanırsınız. Belə. Keçən 3-cü suala Məcidova bir dənə də sual verib. SMM işində işləyirsiniz. Bu işdə gözləntilər nələrdir? Dil, təcrübə və s. Çox təşəkkür edirəm. Mən əvvəl SMM olaraq işləmişəm və SMM olaraq da ilk işim idi. Nuş Kulinariyada işləmişəm. Yəni bir tort mağazasında SMM olaraq işləyirdim. Təbii ki də əvvəl məsələn bizdə SMM anlayışı o qədər belə deyim də necə deyirlər? SMM anlayışı o qədər irəliləməmişdi. Ümumiyyətlə işlərdə əvvəllər dil o qədər də axtarılmır. Düzdür, dil biləni tez işə götürürlər. Amma indi dil bilmək, kompüter bilmək, Excel, Word bilmək, yəni ki bu çox vacibdir. Yəni mütləq üstünə düşün və öyrənin. Gözləntilər nələrdir? Müştəri ilə danışma bacarığı. Səbirli olmaq, əsəbləşməmək, yola vermə qabiliyyəti. Dil, təbii ki də dil arzu olunadır. İndi heç bir yerdə yəni dil bilmədən çox çətin götürürlər. İndi də insanlar, qızlarımız, oğlanlarımız onsa dili bilirlər, yəni öyrəniblər. Təcrübə isə bəli, bir ildən, hər iş yeri əslində bir ildən yuxarı təcrübə istəyir. Məsələn, mən təcrübəm yox idi, amma mən ona inandırmışdım ki, mən bu işi görəcəm də, yəni narahat olmayın kimisindən. Ona görə də bir inandırmaq önəmlidir təcrübə konusunda. Bəzi yerlər bilmirəm, bəlkə də qatı düşünər. Yəni deyər ki, yox, bir il işləməlisiniz, amma mən işləməmişdim. İlk işim idi. 2 ildə işlədim orada. Ondan sonra Adel dünyaya gəldi və mən çıxdım. Hərəmova 13 yazıb ki, bizlərə gənc qızlara oxumağa məsləhət gördüyünüz kitab var. Bu arada sevilirsiniz, yaxşı ki varsınız qızlar. Mən universitet vaxtı, məktəb illəri vaxtı o qədər kitab oxuyurdum ki, indi amma yəni çalışıram ki, oxuya bildim. Məsələn, özümə ayırmışam ki, gündə 20 dəqiqə məsələn kitab oxumalıyam, belə ayıramıram. Amma əvvəl yəni daha çox vaxtım var idi və çalışdığım qədər çox kitab oxuyurdum. Kitabxanalara gedirdim. Molun içindəki Librav, Alil və Nino, bunlar heç bir reklam deyil. Adlar çəkirəm amma belə. Bu mən vergi ödəyicisi olduğum üçün əslində bunları da yəni bildirməliyəm ki, videoda reklam yoxdur. Yəni ki gənc qızlar oxumaq məsləhət gördüyü kitab varmı? Spesifik bir kitab yoxdur. İnan heç ağlıma da gəlmir. O qədər kitab oxumuşam ki. Amma necə kitablar mən sevirəm? Kişisel gelişim, yəni şəxsi inkişaf və roman.
Mən daha çox sevirəm, amma mən deyərdim ki, bir dənə mənim ilk kitab oxumağa başladım və ən sevdiyim kitabı sizə deyim. Mən ilk onunla başlamışdım kitab oxumağa. Səbahattin Alinin Kürk Mantolu Madonna. Onu bizim Azərbaycan dilinə də tərcümə ediblər, amma istəmirəm. Azərbaycan dilində tərcümə oxuyasınız, elə türk dilində oxuyun. Çox gözəl kitabdır. Ümumiyyətlə bestsellerdir. Dünyada tanınır. Yəni bu kitabı oxumayan artıq qalmayıb. Oxumusunuzsa rəylərdə yazarsınız, amma oxumamısınızsa mütləq yəni onu oxuyarsınız. Onun yeri məndə ayrıdır. Çünki mən kitab oxumağa yenə deyirəm, o kitabla başlamışdım və o kitabla da kitab oxumağı sevmişdim. Ya 17 yaşım var idi onu oxuyanda, indi 26. Yəni çox qəşəng kitabdır. Hələ də sevirəm də. Neçə il keçib hələ də sevirəm. Gəlirəm Azər Rızayevə 97-93. Trendyol ilə necə əməkdaşlıq etmək olur və əməkdaşlıq edəndə kupon mu verilir, yoxsa necə olur? Onları deyədinizdə bilməyənlərə məncə maraqlıdır. Əməkdaşlıq qismini dediyim, kupon, influencer kuponu verilir. Məsələn, endirimlər verilir də. Necə ki, bizdə Faberlikdir, Oriflame'dir girəndə sənə endirimlə məhsulları, yəni necə deyirlər? Ya maya dəyərinə verirlər, ya da ki, məsələn 30 manatlıq endirim verirlərsə, Trendyolda da eyni şeydir. Hər ay influencerlara səhv eləmirəmsə 35 manat, mən ikinci ayımda da 35 manat endirim verirəm. Məsələn 45 manatlıq, 50 manatlıq bir məhsul vururam. Limit yəni 40 manatı keçməlidir. Vuranda mənə bir sifariş haqqı bir ayda, yəni bir dəfə 35 manat endirim verir ki, mən o sifarişi vura bilim. Amma bundan başqa da əməkdaşlıqlar edəndə, əməkdaşlıqda necə olur? Orada brend təklifləri vardır. Tutaq ki, mənim sevdiyim məsələn mağazalar var da, L'Oreal'dır, Maybelline'dir, nə bilim Lovely İstanbul'dur, məsələn geyim mağazaları da. Onlarla işləyəndə də onlardan da faiz verir. 20%, 25%. İndi baxır ki, brend sizə neçə faiz verir. Məsələn, kofta 50 manatdırsa, onun 20%, sizindir 80% onlardır. Yəni bu formada olur. Dəyişir. Brendə görə verdiyi faizlər də dəyişir. Sonra Mələk Amanova 15Y. Səhv eləmirəmsə belədir. Təkrarlanan mesaj sualları oxumamaya çalışacağım. Yəni adınız çıxmazsa demək ki, o sualı cavablamışam deməkdir. Məsələn, bu xanımda SMM haqqında məlumat verərdiniz. Bu verdim. Boyunuz neçədir? Boyum 1.55-dir. Saç qaynağı etdirmişsiniz. Bu haqqda təcrübəniz varsa danışarsınız. Saçımı ancaq keratin elətdirmişəm. O da 2020-də. Mən saçım olsa düz bir saçdır. Yəni sadəcə keratinin içində baxım var idi və mən salonda işləyirdim Türkiyədə. Orada elə, yəni orada ablam birindən xahiş etdim ki, mənim saçıma baxım keratin eləyək. Onu elətdirmişəm. Çox da məmnun idim. Çox da gözəl idi. Çimirdim, çıxırdım, qurudurdum, düppədüz idi. Yəni forma verməyə ehtiyac qalmırdı. Saçıma bağlı sadəcə bunu eləmişəm. Ramin N8F. Adeldən başqa uşaq olmağını istəyirsiniz. Necə bilmirəm. İnşallah gələcəkdə indi elə bir fikrim yoxdur. Məhərrəmova 13. Evdə ingilis dilinin B1, B2 səviyyəsinə çatdırmaq üçün nə qədər vaxt lazımdır? İnanın, mən də bilməm. Hətta sizə gəlin gülməli bir anımı danışım. Mən danışıq səviyyəsində çox, yəni aşağı idim da. Kursa hətta başlayanda mən özümdən əmin bir şəkildə getmişəm ora. Müəllim gəlib mən sınav edim. Mən elə bildim ki, mən heç olmasa elementarını bilirəm də. Yəni əslində bilirdim. Məsələn, danışıqda necə fərq olur? Müəllim mənə sual verirdi əvvəl mən təzə başlayanda. Mən atıram. What is your name deyir. Mən onu alırdım. Deyirdim ki, adım nədir? Niyə soruşursan? Yəni başqa nə ola bilər də? Yəni bu dərəcədə, yəni ki, beynimdə Azərbaycan dili və ingilis dilini qatışırdı bir-birinə. Ona görə də verdiyi sualı Azərbaycanca cavablama istəyi, gərəyində bulunurdum. Artıq o niyə elə eləyirdim bilmirəm. Müəllim də mənə demiş ki, bu sıfırdır. Amma dediyini başa düşürdüm. Adın nədir, yaşın, harda yaşın falan. Sadəcə ingiliscə verdiyi sualı Azərbaycanca çevirirdim. Ona görə də bu düzgün bir şey deyilmiş, bilmirdim. Mən çıxdım, mənə dedilər ki, sən sıfırdan başlayırsan. Mən şoka girmişdim. Necə yəni? Mən başa düşdüm axı xanımı deyə müəllimi düşünərkən, məyərsə elə deyilmiş. Ondan sonra məsələn indi isə müəllimin dediyinə görə mən bir daha sınaq elədilər. Məsələn 40 dərs keçəndən sonra mənə sınaq elədilər. Artıq mənə ingiliscə sual verəndə mən onu Azərbaycanca çevirməm, avtomatik ingiliscə ona cavab verirəm. Təşəkkür edirəm. Buradan da Səma müəllimi əgər məni izləyirsə, yəni ki, irəliləyişim belə var. Ona görə də B1, B2 səviyyəsində sizin necə keçəcəyinizi bilmirəm, amma ki, davamlı, məsuliyyətli, verilən tapşırıqları, dərsləri yerinə yetirsəniz və yəni ki, gerçəkdən istəsəniz ki, mən dil öyrənmək istəyirəm, onda çox tez bir zamanda da keçə bilərsiniz. Yox, əgər bunu yəni yaya eləyəcəksinizsə, çox gecdə keçə bilərsiniz. Hər şey sizin əlinizdədir. Nessa QRF Q2F.
belə qəlbə adlardır. Ən sevdiyin rəng və evləndiyin gün. Evləndiyim gün 2023. 2023-cü il 10 iyunda evlənmişəm. Ən sevdiyim rəng əvvəl boz idi. Sonra divarlarımdan da gördüyünüz kimi evdə divanıma qədər də, yəni boz tünd rənglərdir. Amma sonra gördüm ki, belə boz rənglər insana depressiv bir ruh halı verir. Ona görə də indi ağ, qızılı, belə açıq rənglər sevirəm. Yəni ki, daha açıq rənglər sevməyə çalışıram. İsrafil Priyev M2X. Niyə gec-gec video paylaşırsınız? Arkadaşlar, 3 gündə bir video paylaşıram. Bilirsiniz necədir? Əgər mən gec-gec video paylaşıramsa, gec-gec dediyim də bir həftə ara vermişəmsə ki, yəni ki, indi bilməm, spesifik YouTuberlar və blogerlər zaten həftədə bir video atır. Heç bəziləri var ki, aylarla video atmır. Özümü savunmuram qətiyyən. Sadəcə bildirmək istəyirəm. Sinirlənməyəcəm. Niyə gec-gec video paylaşırsınız? Mən, yəni ki, belə tutmasın, mən ailəliyəm, mənim uşağım var, evim var, Trendyol var, YouTube var, o qədər var da var, o qədər işim var ki, bəzən mənə görsəz ki, bir ay neymiş, bir həftə atmamışam, bəlkə də motivasiyadan düşmüşəm. Yəni, burada belə bir sual da vardı, gerçəkdən biz də motivasiyadan düşürük, yəni. Mən hələ takipçi sayımı baxıram, vapşe, yəni motivasiyadan düşürəm də ki, mənə görə çox pis videolar çəkmirəm, sizə yararlı videolar çəkirəm. Amma ki, bəzən unuduruq da, abunə olmağı unuduruq. Amma inanırsınız, mən özüm də acı bir dizi izləsəm belə YouTube'da, onların bəyənirəm. Məsələn, atıram, mən bu aralar məsələn dizi izləyirəm, Uzaq Şəhəri. Və mən onların hər videosunu, bölümünü izləyəndən sonra ona bəyənirəm. Hətta mən onların kanalına da abunəyəm. Çünki bildiriş gəlsin ki, paylaşdılar. Yəni ki, sadəcə düşünün ki, ona əziyyət çəkib, ona vaxt sərf edib və ona bəyənmə atmaq, onu takip eləmək, yəni sizdən heç nə getmir, amma onun üçün çox böyük bir şeydir. Ona görə də indi hal-hazırda əgər mənim kanalıma abunə deyilsinizsə, zəhmət olmasa kanalıma abunə olun. Videolarımı izlədikdən sonra bəyəni basın ki, mən də sizin bu videodan yararlandığınızı, sizin suallarınızı məsələn cavablayıram. Bir təşəkkür məqsədi ilə videolarımı bəyənməyinizi xahiş eləyirəm sizdən. Və mütləq kanala abunə olun. Yəni ki, bəzən motivasiyadan düşürəm gec-gec video paylaşanda. Çünki görürəm ki, izlənməsi azdır, takipçisi azdır. Gerçəkdən məsələn video çəkirəmsə mən burada 1 saatlıq, onun editini o 1 saatı mən bəzən elə ki 5-6 saatlıq videonu mən 20-30 dəqiqəyə indirməliyəm və mənim ona 2 günüm keçir. Çünki mən belə evdə boş deyiləm də, yəni Adel var deyə, Adel də 1 saat yatır. Mən o ərəfədə məsələn 10 dəqiqəsini editləyə bilirəm. Arxadan Adelin səsləri də gəlir. Yəni demək istədiyim odur ki, bəzən vaxtım çatmır, 2-3 günə edit eləyirəm. Bir videonu çəkirəm və 2-3 gün edit edirəm. O ərəfədə də 4 gün keçmiş olur. Amma indi çalışıram ki, 3 gündən bir sizə video atım. Yəqin ki, görürsünüz. Ramin N8F. Hansı kinolara baxmağı xoşlayırsınız? Türk. Elə bayaqlar dediyim, Uzaq Şəhərə baxıram. Bahara izləyirdim, final oldu, çox təəssüf. Qısqanmaq izləyirəm, amma çox əsəbləşirəm. Niyə əsəbləşərək izləyirəm bilmirəm, amma bəzən arxada belə qoşuram ki, səs geçsin ev işləri görərkən. Başqa favorim. Taşacaq bu denizə başlamışam, özümü buna alütəcisi olmuşam. Yəni, çıxan kimi də, yəni tez izləyənlərdən biri mənəm. Çox sevirəm, qəşəng kinodur. Bloger olarkən kim sizə dəstək oldu, kim sən edə bilməzsən dedi. Mən edə bilmərəm deyilmədi, amma bəlkə də arxamdan gülüblər, danışıblar, vecimə deyil. Nənəm mənə dəstək oldu, xalam qızları, dayım qızı, yəni dostlarım. Ümumiyyətlə hər kəs, sən edə bilərsən, dayanma. Mən bəzən motivasiyadan düşəndə belə onlar məni motivə etməyə çalışdılar. Yoldaşım belə, yəni mənə çox dəstək olur, hal-hazırda da indi. Yəni heç kim edə bilməzsən demədi, əksinə sən edə bilərsən dedi. Ramin N8F. YouTube'da canlı aça bilərsiniz. Canlı heç atmamışam. Nə Instagramda, nə YouTube'da. Və açmağı hələ ki düşünmürəm. Çünki mən elbəyəm ki, canlı insan deyiləm. Mən danışam, mən utanarım. 2026 ajanda planlayıcı ya da xəyal panosu hazırlamısınız. Xəyal panomu paylaşdım reels videosunda. Əgər izləməmsinizsə oradan izləyə bilərsiniz. Bəlkə də siz yazmışsınız, mən sonra paylaşmışam. O da ola bilər. Amma bəli, hər il dekabr, uzağı yanvar ayında xəyal panosu, vizyon board hazırlayıram mən. Köynəyiniz hardandır? Baxmıram hansı köynəkdir. Bu da geyindiyim bu köynək. Bu. Trendyoldan idi, amma çox köhnə sezonu idi. Axtardım, mən onu tapa bilmədim. Ramin Gözəl. Xəyal panosu haqqında video çəkəcəksiniz. Çəkdim. Deməli, Səkinə Abbasova.
Dırnaqlarınızı düzəltməyi kimdən öyrənmisiniz? Əslində kursuna getməmişəm. Sadəcə mən salona gedib dırnağımı düzəldəndə hər zaman baxırdım neynədiyinə. Sadəcə biz necə əl işinə baxırdım, geli necə qoyur falan filan, amma ardıcılığı bilmirdim. Ardıcılığı isə YouTube və TikTok videolarından öyrəndim. İndi də çox gözəl eləyirəm deyə bilmərəm, amma gündəlik, yəni özümü idarə edə bilirəm də o dırnaqları düzəldəndən sonra. Siz də bəyənirsiniz. Təşəkkür eləyirəm. Qızınızın adı hardan ağlınıza gəldi? Çox araşdırdım. Mənə görə ad elə bir şeydir ki, onun mənası olmalıdır. Çünki elə bilirəm ki, onun gerçəkdən də həyatına təsir eləyir. Məsələn, bir dənə gülməli bir şey. Məsələn, mənim adım Sənubər qoyublar və Sənubər Rusiyada bəstəboy bir ağacın adıdır. Bəstəboy. Boyum 1.55-dir. İnanamıyorum arkadaşlar. İnanamıyorum teyze. Yəni ki, çox inanıram həyatına təsir ediyini. Adel adının da mənası gözəl soylu, yəni gözəl nəsilli. Gözəl soylu və neydi? Nə bürcüsünüz? Xərçəng bürcəm 22 iyulda anadan olmuşam. YouTube'a necə başladınız? YouTube'a 2016-2017-də başladım və mən o vaxt Azərbaycan bloqerləri ümumiyyətlə YouTube işlətmirdi, YouTuberlarımız yox idi və mənim qabağıma durmadan türklərin YouTuberları çıxırdı. Düşünün, 10 il bundan əvvəl açılan YouTube kanallarında, yəni YouTuberları mən hələ də izləyirəm Türkiyədə. Çünki çox əvvəl, yəni çox belə zəif başlasalar da indi çox güclü YouTuberlar olublar. Əvvəl də çox sevirdim, indi onları çox sevirəm. Yəni onları izləyə-izləyə məndə bir həvəs yarandı və mən dedim ki, bunu mən də eləyə bilərəm. Çünki mənim də kosmetikaya, baxıma, gündəlik vloqlar çəkməyə çox həvəsim var idi. Başladım, sonra buraxdım 2017-də, bir də 2020-də bir daha başladım, sonra bir də buraxdım. Əslində buraxmasaydım mən də əslində 8 ildir YouTube'da olacaqdım, Instagram'da olacaqdım, amma bilmirəm. Məncə hər şeyin bir zamanı var başlama. Demək ki, uyğun bir zaman deyilmiş o vaxtlar. Başladım, buraxdım, başladım, buraxdım. İndi isə başlamışam və buraxmıram. İnşallah ki, belə də davam eləyər. Əlinizdən tort bişirmək gəlir. Əslində indi hər şey YouTube'da var, ChatGPT var. Nə istəsəz orada çox rahat bir şəkildə bişirə bilərsiniz. Özüm də SM olaraq tort yerində işləmişəm. Yəni saysız hesabsız tortlar görmüşəm, necə hazırlandığını görmüşəm. Yəni tort eləməyi sevmirəm, amma ki eləyə də bilərəm. Özünüzü 3 sözlə necə ifadə edə bilərsiniz? Özümü 3 sözlə fədakar, bic, bəlkə də deyiləm. Bilməm onu. Mən əvvəlki iş yerimdə bir dənə dayım var deyə izləyirsə mənə həmişə deyirdi ki, sən bic görmürsən, amma gitsən. Yəni ki, özümü bic sayıram. Fədakar, ağıllı, bic, mörtəzdə ağıllı, şübhəli. Bir də yardımsevər. Özümü təfrim üçün demirəm, amma mən yəni nəyəmsə oyam. Arkadaşlar, özünüzdə ən sevdiyiniz və ən sevmədiyiniz xasiyyətləriniz çox fədakaram. Lazım deyil. Ən sevmədiyim budur. Özünüzdə ən sevdiyiniz, ən sevdiyim hər şeyimi seviyorum. Və insan özü sevməlidir. Başqa çarəm olan budur, yəni sevməyib neyəcəm? Yəni bu bədən, bu üz, bu hər şey yəni məndədir və mən belə davam eləyəcəm. Ona görə də özümü də sevirəm. İngilis dilini öyrənirsiniz. Ən çox hansı kanallara baxırsınız? İngilis öyrənmək üçün heç bir kanallara baxmıram. Müəlliməm də çox belə demir ki, bu kanalizə özü videolar atır, mən onlara qulaq asıram, sonra onlar haqqında ingiliscə özüm başa düşdüyümü danışmalıyam. Belə. Çantalarınızı hardan alırsınız? Ən çox demək olar ki, Trendyoldandır. Çünki ən uyğun oradan alıram. Amma bu aralar Zeze'nin çantalarını çox bəyənirəm. Yoldaşınızla necə tanış oldunuz? Ortaq dost vasitəsilə tanış olmuşuq. Aysel Hüseynli, salam. Sizcə öz aksesuar və ya başqa çanta falan mağazası necə aça bilərəm? Nə kimi məsləhət verə bilərsiniz? Qızlar, mən bu haqda heç bir fikrim yoxdur. İnanın, bəzən dostlarım gəlməli deyir ki, biznes atma. İnşallah ki, açarsınız. Mən yəni ki, bu konuda bir şey bilmirəm. Sizi səhv yönləndirmək də istəmərəm. Belə bir sual gəlib. İzlədiyiniz bloger və yaxud da YouTuber. YouTuberlardan izləyirəm Aykanı, Aykan 4. Azizə Macidova, onu izləyirəm, özümü izləyirəm. Sonra Azərbaycan YouTuberlarından Nəcibə, çox gec-gec video paylaşır, amma paylaşanda da yəni izləyirəm. Türk YouTuberlarından isə çoxdur. Ən sevdiyim
Damla Altundur, Polinadır, Elvin Levinlərdir. Elvin Levinlər səyahət mövzusundadır və artıq çox gec paylaşır. Amma əvvəl səyahətlər etdikcə paylaşırdı. Ona görə səyahət mövzusunu Elvin Levinləri çox sevirəm. Polina 2 dənə oğlu var. Ailə konseptli çəkir və bəzən yorulanda elə biləndə ki, bu dünyada sadəcə ana mənəm. Düşünməmək üçün girəm Polinanı izləyirəm və görürəm ki, o da anadır, o da eyni, o Türk də olsa, New Yorkda da olsa, Bodrumda da olsa, yəni ana anadır, eyni şeyləri yaşayır. O da məni motive edir deyə Polinanı izləyirəm. Damla Altun mənim, yəni YouTube-a ilk başlayıb o 8-10 il əvvəl o vaxtdan izlədiyim, daimi izlədiyim bu YouTuberlardan biridir və çox da gözəl vloqlar çəkir. Ona görə də onu da izləyirəm türklərdən. Bir də Mərvə Kutlu. Enerjisi çox gözəldir. Yəni pozitiv enerji ötürür. Mən onu ona görə izləyirəm, çox bəyənirəm. Mərvə Kutlunu ağlıma gəlməyən bəlkə ola bilər. Burada bəlkə də video izləyəndə yadıma düşəcək. Amma indi mən sizə belə oxuyarkən anlıq, yəni ağlıma gələnləri dedim. Eyüp Şahmarzadə. Necə bir uşaqlıq keçirmişsiniz? Ailədə neçə nəfər olmusunuz? Qısacası uşaqlığınızdan biraz danışa bilərsiniz. Yaxşı uşaqlıq keçirmişəm. Ancaq məhəllədə oynayaraq, yəni sosial biri idim də, yəni asosial biri deyildim. Ən çox oğlan dostlarım var idi. Ailədə neçə nəfər olmusunuz? Biz 3 nəfər idik. Anam, atam və mən. Anamla atam boşanıblar. Mən 7 yaşımda olanda, mən isə anamın himayəsində, yəni böyümüşəm. İşləmək istəyirsiniz? Əslində istəyirəm. Amma mənim qaynanam və qaynatam rəhmətə gedib, ona görə də yəni mənə kömək olacaq heç kim yoxdur, təkəm. Bilmirəm ki, işləməyə başlayanda mən sizdən məsləhət alım. Mən işləməyə başlayanda düşünürəm ki, bağçaya Adeli qoysam və Adel xəstələnsə, təbii ki, uşaq xəstələndə axı onu bir həftə evdə sağaltma prosesi gedir. Mən düşünürəm ki, bir işə girsəm və Adel xəstələnsə, mən evdə işdən deyə bilmərəm ki, mən bir həftə icazə verin, yəni elə bir lüksüm yoxdur. Ona görə düşünürəm ki, necə eləyə bilərəm. Amma belə başqa cür işləmək, mən indi onsuz da hal-hazırda YouTube işlədirəm, Trendyol'la əməkdaşlıq edirəm. Yəni Instagramda əməkdaşlıqlarım var. Mən zaten indi hal-hazırda işləyirəm. Bu da iş sayılır. Çünki mən buna vaxtım gedir, zamanım gedir və mən bundan gəlir qazanıram. Amma təbii ki də buradan qazanılan gəlir mənim dolandıracaq bir məbləğdə deyil. Hələ yeni başlamışam deyə. Ona görə ikinci iş istəyərdim. Adelə kömək olsaydı. Anam niyə baxmır? Anam isə işləyir və çox gec saatda çıxır. Adicə onda yatmış olur. Ona görə də anam da yəni bir seçənək deyil burada Adelə baxmaq üçün. Hansı türk aktrisası Demet Özdemir, Eşref Rüyadakı Nisan, yoxsa Hazal Subaşı Sahibistərdəki Azizə? Hazal Subaşı? Kim idi Hazal Subaşı? Qobidən baxım. Hazal Subaşı xatırlamadım. Demet Özdemir isə mən hayranı idim bir zamanlar. Özü çox böyük hayranı idim. Hazal Subaşı bilməyənlər üçün göstərim. Bu xanımdır. Yox. Demet Özdemir deyirəm və bunu keçirəm. YouTube'dan pul qazanırsınız. YouTube'dan pul qazanıram. Və burada da sizə deyim. Mən bir il ərzində ümumi məbləğ falan da deyəcəm burada ki, əslində bir videomun altına bir xanım yazmış nə qədər qazanırsınız və mən onu bildirmişdim. Bunu biz sizə niyə deyirəm? Əslində bu doğru deyil, nə qədər pul qazanırsınız. Yəni ki, bu sizin həyatınızda heç bir dəyişiklik eləməyəcək deyə düşünürəm. Amma sadəcə yeni başlayanlar üçün bilmək istəyər ki, birdən biz YouTube'dan çox qazanırıq falan və elə bir şey yoxdur. YouTube'dan mən bir ayda 768 manat qazanmışdım. Bu bir illik 768 manat. Bunu yəni bir aya qazandım. Mən bir ilə qazanmışdım. Nəysə, yəni mənim üçün çox belə həyecanlı və həvəsli idi. Yəni onu çəkəndə mən həyecanımın həddi dudu yox idi. Çünki mənim özümün ilk qazandığım bir pul idi YouTube'dan özdə. İndi ikinci xəyalım isə YouTube'dan plakat almaqdır. Yəni tescilli bir YouTuber olmaqdır. Sizin dəstəyinizdən, yəni takipçim artsa 100.000 olsa mən plakat alacağam. Ödül deyirlər belə ondan. Nəysə, 250 manatı demək olar ki, vergilərə getdi. Hardasa mənə qaldı 510 manat falan belə. Onda nə etdiyimi videoda göstərdim sizə. Belə. İndi isə yəni video izləndikcə biz bəyənmədən yox, izlənmə sayından pul qazanırıq. Nə qədər izlənirsə, o qədər 1000 dəyişir əslində, amma təxmin belədir ki, 1000 izlənmə $1 kimidir. Təxmini. Bəzən çox aşağı olur, bəzən yuxarı olur. O da həm də videonuz məsələn 20 dəqiqədirsə, 20 dəqiqənin 5 dəqiqəsi izlənibsə, bu başarısız video sayılır. Yəni bundan çox da pul qazana bilmirsiniz. Amma 20 dəqiqənin 50%-ni keçirsinizsə, 10-15 dəqiqəsi izlənirsə, başarılı videodur və onda izlənmənizə görə daha çox pul qazanırsınız. Adel neçə yaşında yeridir? Adel 1 yaş 13 günlüyündə yeridir. 1 yaş 13. Hə. Mələk 22-52. Ən çox reallaşmağını istədiyiniz arzunuz hansıdır? Ən çox reallaşmasını hal-hazırda istədiyim şey maşın almağımızdır. Yəni Səbuyu maşın alsın və məni maşına gəzdirsin. Xəyalım budur.
Nura Fidan Mamedova. Salam, il bitir artıq. Siz yeni il üçün pano hazırlamışdınız. Həyata keçən arzularınız oldu. Pano hazırlamışdım. Çoxu demək olar ki, olmamışdı. Çünki biraz çox ucda, adil bir çöməkməyə danışım. Çox ucda şeylər. Gerçəkləşməsi bir tık maddi duruma görə çox belə şeylər qoymuşdum. Amma məsələn qabyan almaq qoymuşdum. Aldıq. Dyson canım kocam yoldaşım hədiyyə elədi. Məsələn o gerçəkləşdi. Amma %20'si gerçəkləşdi deyə bilərəm. Yenə vazgeçməm. Bu il yenə yazmışam. Rüyal Zaliyev P5W. TikTok'da niyə hesabın yoxdur? TikTok'da hesabım var. Aşağıya link qoyacağım. Takip edin məni oradan da. Sırrı 109. Səbuyun ailəsi danışırsınız. Pis başa düşməsən, anan atan var, sevilirsən. Səbuyun ailəsi təbii ki də danışıram. Yəni bibisi, əmisi, hətta əmisi gələn qonşuyu. Sadəcə dediyim kimi qaynanam və qaynatam rəhmətə gedib. Allah rəhmət eləsin. Ölənlərimiz rəhmətlik. Həsən Məcnunova. Eviniz kirayədir, nəcəb dəyişdirmisiniz? Bu arada hər vlogunuza baxıram, sevilirsiniz. Çox sağ olun, çox təşəkkür edirəm. Evimiz kirayə deyil, özümüzündür. Nəcəb dəyişdirmisiniz? Nəyə görə dəyişdirməyimizi istəyərdiniz? Hələ ki belə bir fikrimiz yoxdur. Tutarım 2 dənə sualım qalıb bu arada qızlar. Nurani Qurbanova ER8M. Salam, xanımın verdiyi sualı mən də vermək istəyirəm. Tren yolda necə əməkdaşlıq etmək olur? Ətraflı məlumat versən sevinərdim. Ətraflı məlumat verdim, amma başqa nəsə sualınız olsa yazarsınız videolarımın altında. Görüm nə verməmişəm cavab, ona cavablayaram. Instagram hesabınızı paylaşarsınız. Qızlar, mən hər videonun açıqlama qismində həm Instagram'ımı, TikTok'umu, YouTube'umu linkini qoyuram ki, siz abunə olasınız. Yəni ki, həmişə axtarsanız, ümumiyyətlə istəsəniz, yəni həmişə sual versəniz ki, YouTube, Instagram adresi tapmıram, mən sizə link göndərəcəm. Amma belə də narahat olmayın, açıqlama qismlərində mən Instagram'ımı qoyuram, oradan məni takib edə bilərsiniz. Bu aralar, qızlar, bu arada həyatımda 2 dənə fərqli dəyişiklik bir şey oldu. Daha doğrusu işimlə bağlı yəni. İnşallah gələn vloglarda əminəm ki, onu sizə göstərəcəm və sevincimin həddi-hududu yoxdur. İnşallah hər kəs arzuladığı həyatı yaşayar. Mən isə videomu burada sonlandırmaq istəyirəm. Əgər başınızı ağrıtdımsa üzürlü sayın. Çünki çox suallarınızı cavabladım. Biraz ətraflı cavablamaya çalışdım ki, heç bir sual işarəti qalmasın ağlınızda. İnşallah videomu bəyəndiniz. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Başqa videolarda görüşənədək sizi çox sevirəm. Sevgi ilə qalın. Hələlik.